Axşamınız xeyir əziz dostlar. 1959-cu ildə tərtib edilən İlahi Nizam və Kainat adlı kitab 2013-cü ildə 54 il sonra nəşr olundu. Bütün bu illər boyunca kitab notariat himayəsində saxlanılmışdı. Cəmiyyətimiz Metapsixik Tədqiqatlar və Elmi Tədqiqatlar Cəmiyyətidir. 1950-ci ildə cənab Bedri Ruxselman tərəfindən yaradılmışdır. 1959-cu ildən və 1960-cı ildə cənab Ruxselmanın vəfatından sonra cəmiyyətimizin bütün fəaliyyəti bu kitaba hazırlıqla bağlı olmuşdur. Əlbəttə ki, o dövrdə cənab Bedri Ruxselmanın yazdığı bir çox başqa kitablar da var idi. Lakin bu kitabın tərtibindən sonra cənab Ruxselman vəsiyyətnaməsində əvvəlki kitablarının sonraki nəşrinin dayandırılmasını xahiş etməsi maraqlıdır. Uzun illər kitabın açıqlanmasını gözləyərkən adını bilmədiyimiz üçün onu sadəcə bilik kitabı adlandırırdıq. Yalnız onun qəyyumlarının kim olduğunu bilirdik. Kitab nəhayət bizə açıqlananda isə onun İlahi Nizam və Kainat adlandırıldığını öyrəndik. Beləliklə, kitaba başlıq vermədik. Cənab Qayir cəmiyyətimizə gələndə çap nüsxəsində gördüyümüz bu başlıq idi. Bu başlıq çap nəşrində istifadə edilmişdir. Bilmirəm, hazırki auditoriyamız arasında hələ oxumayan varmı? İlahi Nizam və Kainat cənab Ruxselman tərəfindən 1957 ilə 1958-ci illər arasında mediator Atilla Qayir ilə apardığı mənəvi kommunikasiya sessiyaları vasitəsilə aldığı biliklərdən tərtib edilmişdir. Cənab Qayir o vaxt təxminən 17 və ya 18 yaşında idi. O, yuxuda gəzmək kimi bəzi psixik epizodlar və hadisələr yaşayırdı. Cənab Hüsrev Bilgioğlu onu cənab Ruxselmanın diqqətinə çatdırdı. Cənab Ruxselman, cənab Qayyirə kömək etmək üçün onunla birlikdə çalışarkən kitabın əvvəlində yazıldığı kimi bizə çatan çox zəngin və çox vacib bir mənəvi kommunikasiya ortaya çıxdı. İşləri zamanına bir çox səhifə məlumat makinada yazılıb. Cənab Ruxselman həmin səhifələrdən bir tərtibat hazırlayıb. Bu mətin, bu kommunikələri verən plana uyğun olaraq yenidən oxunub. Onların təsdiqindən sonra isə makinada yazılmış qalan səhifələr yandırılıb. Təsdiqlənmiş tərtibat mətni 3 çap nüsxəsində makinada yazılıb və Metin Saqiq, Hüzra Bilgioğlu və Atilla Quyerə etibar edilib. Bu toplu tamamlandıqdan və 3 dəfə köçürüldükdən sonra mənəvi plan onun gizli saxlanılmasını tələb edir. Və bu 3 qəyyum kitab haqqında heç kimə, hətta ailələrinə belə danışmadı. İllərdir heç kimin kitabın qəyyumlarının kimliyi barədə təsəvvürü yox idi. Yalnız cənab Sakigə vaxtaşırı cəmiyyətimizə baş çəkirdi. Ölümündən əvvəl cənab M. Sakigədən bu 3 çap nüsxəsini şəxsən özü çap etdiyini öyrənmək şansımız oldu. Beləliklə, bu 3 qəyyum, o cümlədən onun vasitəçisi, öz şəxsi həyatlarına çəkildilər və uzun illər ərzində onlara etibar edilmiş bu kitabı sözün əsl mənasında qorudular. Bizə etibar edilmiş deyirlər, çünki kitabın tərtibi başa çatdıqda və ilahi plan tərəfindən təsdiqləndikdə, cənab Ruxselman bu 3 nüsxəni notariusa apardı və o, bu topluya dair müəllif hüquqlarından imtina etdi və bütün hüquqları onun 3 qəyyumuna verdi. Bu, onların üzərinə böyük bir məsuliyyət qoydu və onlar bu işi diqqətlə yerinə yetirdilər. Bu əməkdaşlıq olduğundan, toplunun hər bir nüsxəsi rəsmi mühürlənib və qəyyumlara verilib. Cənab Ruxselman dedi ki, işim bitdi, hər şey sizin əlinizdədir. O, prezidentlikdən istefa verdi, işlədi və ingilis dilini öyrənmək üçün evdə qaldı. İlahi plan ondan ölüm vaxtını bilmək istəyib istəmədiyini soruşdu. Cənab Ruxselman isə dedi ki, xeyr, istəmirəm. İlahi plan dedi ki, gözlədiyimiz kimi. 7 il əvvəl möhürlərin açılmasının şahidi olduğumuz zaman 3 nüsxənin çap olunmuş səhifələrlə eyni olduğunu gördük. Metin Saqiq və kitabın vasitəçisi Atilla Quyer ilə şəxsən görüşmək şansım oldu. Cənab Hüzrev Bilgioğlu 1984-cü ildə vəfat etmişdi. Cənab Saqiq, noyabrın 2001-ci ilində vəfat etdikdə, cənab Quyer ilahi sistemdən bir siqnal aldı və cəmiyyətimizin idarə heyəti ilə əlaqə saxlamağı tapşırdı. O, bunu bizə gətirdi. Beləliklə, 7 il əvvəl biz bu kitabın ilk nəşrini olduğu kimi çap etdik.
Orijinal dilini Osmanlı türkçəsində saxlamaqla sonradan onu müasir türk dilində nəşr etmək ehtiyacı yarandı. Beləliklə, ilahi nizam və kainat indi danışdığımız və yazdığımız türk dilinə uyğunlaşdırılıb. Beləliklə, kitabın açıqlanması prosesi belə idi. Orijinal mətnini, müasir türk dilindəki yeni versiyasını və ingilis dilinə tərcüməsini veb saytında rəqəmsal formada tapa bilərsiniz. Kimsə düşünə bilər ki, kitabın o dövrdə, bütün bu illər ərzində gizli saxlanılmasının səbəbi nə idi və niyə bu qədər uzun müddət gizli qaldı? Bu, maraqlı bir sualdır. Kitabı açıb oxuduğumuz zaman gördük ki, kitabın məzmunu, ehtiva etdiyi biliklər, tərtib olunduğu dövrün bilikləri kontekstində o qədər də asan başa düşülmür. Lakin bugün bizim dövrümüzdə kvant nəzəriyyəsi olduğuna görə, alimlər artıq qlobal istiləşmənin təsirlərini müşahidə etdiklərinə görə, alimlər X planetinin təsirlərindən danışdıqlarına görə buna təəccüblənmirik. Bu kitabın məzmunu nədir? Bizə nə deyir? Kitabın ikinci hissəsində bir neçə məqamı qeyd edəcəyəm. Hamımızın yaşadığı cari hadisələrə dair bir çox işarə var. Bunların peyğəmbərliklər, qarşıdan gələn hadisələr haqqında olduğunu deyə bilərik. Amma həmin hissəyə keçməzdən əvvəl, bu kitab bizə ümumilikdə nə deyir? Niyə bu qədər xüsusidir? Bu kitab bu sətirlərlə başlayır. Bu kitab ətrafımızda gördüyümüz, hiss etdiyimiz və qismən təbiət adlandırdığımız harmoniyanın bir hissəsidir. Bu, kainatımızda yalnız təkamül adlandıra biləcəyimiz və bəşəriyyətin biliyinə çatan işıq yolu arasındadır. Bu, bəşəriyyətin məhdud və dar maddə həyatını geniş və əhatəli daha bir mərhələyə bağlayan yeganə yoldur. Bu, nə bizim, nə də bəşəriyyət olaraq sizin, nə də başqasının deyil. Bu, bəşəriyyətə verilən ilahi nizamın bir hədiyyəsidir. Yəni, o, təbiətin bir hissəsidir. Bu kitab yer kürəsinə, bəşəriyyətin təkamül ehtiyaclarına cavab vermək üçün vahid adlandırdığımız anlayış vəhdətindən borclu olan varlıqlar tərəfindən verilmişdir. Təqdirin səyahətçiləri. Planda deyildiyi kimi, ətrafımızdakı hissləri gördüyümüz çox vacib bir şey var. Plan özünü də əhatə edir. Planda deyildiyi kimi, nə bizim, nə də sizin. Özünü taleyin səyahətçiləri adlandıran və cənab Qayerlə müsahibələrdə qabaqcıl kimi qeyd edilən plan. Hətta bu ülvi vəzifə planı belə ətrafda gördükləri və hiss etdikləri şeylərdən bəhs edir və təbiəti qismən adlandırır. Beləliklə, heç birimiz təbiətin bütün məzmununu görmürük və onu yalnız harmoniya sistemi adlandıra bilərik. Kitabın sonraki hissələrində deyilir ki, harmoniyada olmağı arzulayın və təkamül adlandıra biləcəyimiz işıq yolu deyirlər. Amorf maddənin bu ilkin təsirə necə reaksiya verdiyini izah etmək. Kitabın ilk 20 səhifəsi oxucular üçün ən çox çətinlik yaradır. Çox vaxt eşidirik ki, insanlar ilk 20 səhifəni oxudum və daha uzağa gedə bilmədim deyirlər. Bu başa düşüləndir. Çünki kitab maddə, kainatımızın başlanğıcı və maddənin necə yarandığı haqqında biliklərlə başlayır. Əgər fizika haqqında biraz təməl bilikləriniz varsa, bunu anlamaq o qədər də çətin deyil. Kitabın birinci hissəsində maddə kainatımızın necə yarandığı, amorf maddənin necə ortaya çıxdığı, həmin amorf maddənin quruluşu və vahiddən süzülən orijinal prinsipdən gələn təsirlərə qədər necə hərəkətsiz qaldığı haqqında oxuyuruq. Sadə dillə desək, kitab kainatımızın, maddə dünyasının və amorf vəziyyətinin necə yarandığını izah edir. Kitab hidrogen kosmosundan amorf maddənin təsir alanda necə hərəkət etdiyindən bəhs edir. İnert qələmi hərəkət etdirəndə olduğu kimi, hidrogen kosmosunda amorf maddənin hərəkəti ilə kainatımız yaranır. Ən fundamental səviyyələri və ya mərhələləri necə yaranır? İlk hidrogen atomunun yaranması. Kitabın bizə təqdim etdiyi əsas anlayışlardan biri ruh və maddə arasındakı əlaqədir. Ruhlar maddə ilə birbaşa təmasda deyildir. Onlar fövqəlkainat həqiqətləri arasında yer alır. Ruhlar kainat substansiyasının tam əksidir. Beləliklə, bu kitab vasitəsilə ruhun maddə kainatının hüdudlarından kənarda fövqəlkainat həqiqətlərinə aid olduğunu öyrənirik. Kainatımızda çata biləcəyimiz ən yüksək nöqtədən
çox uzaqda bir həqiqət var. Ruhların təkamül ehtiyaclarına görə ilkin prinsipin təsiri kainatımızın amorf maddəsinə çatır. Bu da hərəkəti və canlı maddədə atomların yaranmasını, təcrübəsiz ruhların bu atomları idarə etməyi öyrənməsini başladır. Təcrübəsiz ruhlar dedikdə aşağı səviyyə nəzərdə tutulmur. Yəni, bu ruhlar amorf maddədən istifadə etməkdə yenidirlər. Kitabda izah edilir ki, təsir sistemi işə düşdükdən sonra ruhlar bu atomlara bağlanır və passiv uyğunlaşma dövründən keçirlər. Bu bir prosesdir. Bu prosesin vasitəsilə ruhlar maddə üzərində müəyyən hərəkətlər və təsirlər həyata keçirməyə başlayır. Atomların toplanması və dağıdılması hərəkətləri ilə maddə kombinasiyaları getdikcə daha kompleks hala gəlir. Maddənin daxilində, yəni bu hərəkətə reaksiya vermək qabiliyyətinə görə zamanla daha mürəkkəb strukturlar formalaşır. Bu prosesin təsiri ilə maddə daxilində mürəkkəb strukturların əmələ gəlməsi baş verir. Beləliklə, alimlərin verdiyi suallar, məsələn, ruhun neçə qram ağırlığında olması və ya ölümdən sonra ruhun bədənin hansı hissəsindən çıxması kimi suallar artıq tamamilə köhnəlib. Çünki indi bu kitabda oxuyuruq ki, bədənə heç bir ruh girmir və çıxmır. Hər şey təsirlərin qarşılıqlı təsiri, varlıqların və obyektlərin maqnit sahələri vasitəsilə baş verir. İlahi nizam və kainat həmçinin mahiyyət varlığımızın inkişafını izah edir. Mahiyyət varlığımızın 500-dən 700-ə qədər ömür boyu keçdiyimiz bütün bitki, heyvan və insan mərhələlərindəki təcrübələrimizlə mövqeyini açıqlayır. Bu mərhələlər insan olaraq hazırki vəziyyətimizə çatana qədər davam edir və bu inkişaf prosesi əhatəlidir. Yaşadığımız bütün bu təcrübələr qavrayış nöqtəsində bir araya gəlir. Bütün bu inkişaf proseslərindən keçərkən əldə etdiyimiz anlayışlarımızın hamısı birləşərək ölümdən sonra onları necə daşıdığımızı göstərən bir nöqtədir. Beləliklə, maddənin və amorf maddənin yaranması, varlığın inkişaf mərhələlərinin meydana gəlməsi, bitki, heyvan və insan mərhələlərinə keçid necə baş verir? Əvvəlcə, müəyyən şeylərin avtomatik şəkildə baş verməsi və öyrənilməsi. Daha sonra bunların tədricən instinktə, intuisiyalara çevrilməsi, sonra isə avtomatik və daha sonra yarı avtomatik şəkildə intuisiyalara çevrilməsi. Beləliklə, biz belə bir inkişaf edən anlama prosesini görürük. Kitabda anlama bir çox cəhətdən izah olunur. Həmçinin kitabda deyilir ki, biz maddə sistemində hidrogen kosmosu adlandırdığımız sistemdə yaşadığımız üçün bədənimizdəki fiziki və maddi məhdudiyyətlərimiz səbəbindən heç vaxt tam anlama əldə edə bilməyəcəyik. Bu cür mövzular ilahi nizamda və kainatda ətraflı izah olunur. Kitabda ölçülər kürə kimi izah olunur, lakin bir-birinin içində deyil. Sonra zaman anlayışı mövzusuna keçir. Bildiyiniz kimi, burada zamanın xətti şəkildə irəliləməsi müşahidə olunur. Lakin bəzi yuxularımızda, astral proyeksiyada və ya bəzi mənəvi hadisələrdə çox qısa bir anda baş verən, lakin bizim tərəfimizdən daha uzun müddət kimi hiss edilən təcrübələrdə zaman fərqli qavranılır. Bu kitabda oxuyuruq ki, mahiyyət etibarilə zamanın tamamilə fərqli bir qavrayışı mövcuddur. İlahi nizamda və kainatda zaman anlayışına dair çoxlu səhifə həsr olunub. Hətta bir məqamda oxuyuruq ki, həmin 500-dən 700-ə qədər ömür bir anda baş verir. Zaman anlayışının daha yüksək perspektivindən yanaşsaq, hidrogen kosmosunun ən aşağı pillələrində olduğumuz zaman qavrayışımız və mahiyyətimizin həmin qavrayış nöqtəsində olması ilə bağlı qazanılmış anlayışımızdan fərqlidir. Və bu nöqtədən baxıldıqda, bütün bu təcrübələr, anlayışlar və bütün keçmiş həyatlar, əcdad sistemləri, bütün bu dövrlər fərqli şəkildə qavranılır. Varlıqlar bitki quruluşunda təcrübə qazanır. Daha sonra insan sistemini idarə edənə qədər heyvan orqanında təcəssüm edirlər. Kitabda təcəssüm anlayışı izah olunur. Bu, bir bədəndən çıxıb başqasına girmək deyil. İlahi nizam və kainat anlayışlarımızı dəyişdirdi. Kitabda varlıqlar insan mərhələsinə çatdıqdan sonra nə var? Kitab beynin və sinir sisteminin funksiyalarını izah edir. Beynin şuuru, bilinçaltını və ali şuuru necə qavradığını. Məsələn, psixologiyada bilinçaltına yeni mənalar əlavə edir.
İlahi nizam və kainat bizə yeni şuur modeli təqdim edir. Bu yeni şuur modeli haqqında danışım. Hal-hazırda bədənimizdə və 5 duyğu orqanımızla qəbul etdiklərimiz şuurumuzu inkişaf etdirir. Kitabda izah olunduğu kimi, beyin və sinir sistemi bu sistemlərlə ünsiyyət qurur. Kainatda məlumatları toplayan və mərkəzə daşıyan nəhəng ünsiyyət şəbəkəsi var. Bu sistem nə edir? Məlumatları toplayır və elektrik siqnalı alıram. Bu, sinirlər və neyronlarla beynimə ötürülür. Beynim keçmiş təcrübələri dəyərləndirir və müqayisə edir. Görüntü tor qışama tərs çevrilir, beynim düzəldir. Xarici elektrik siqnalını məlumatdan məlumat əldə etməyə çevirir və bunu tez edir. Bu, möhtəşəm bir sistemdir. Qavrayışlarımın bir həddi var. Digər tərəfdən, yaşadığımız hər bir təcrübə davamlı olaraq bilinçaltımıza ötürülür və orada saxlanılır. Bu, beyin qurulduqca bir körpü rolunu oynayır. Ana bətnində mayalanmadan sonra, beyin hüceyrələrimizin keçmiş təcəssümlərimizdən daşıdığı məlumatlar, varlıq bətnində yeni bədəni formalaşdırmağa davam etdikcə, yeni əmələ gələn beynin maqnit sahəsinə təsir göstərir. Unutmayın ki, dediyimiz kimi, ana bətnində yeni beyin hüceyrələri əmələ gəldiyindən bədənə ruh daxil olub çıxmır, Matrixdəki kimi. Bu, çox ilham verici filmdir. Qəhrəmanlar qabiliyyətə ehtiyac duyanda onu bədənlərinə yüklüyürlər. Əvvəlki bədən dağılanda, ölüm baş verəndə, beyin hüceyrələri varlıqları saxlayır. Yeni bir təcəssüm üçün bədən formalaşanda, beyin hüceyrələri məlumatı yeni beynin maqnit sahəsinə ötürür. Hazırda nevroloqlar yaşlı yaşlarımızda nələr yaşayacağımızın hələ ana bətnində ikən müəyyən edildiyini kəşf etməyə başlayıblar. Alzheimer xəstəliyinə tutulub tutmayacağımız, diabet xəstəliyinə tutulub tutmayacağımız, cinsi orientasiyamızın istiqaməti və s. Lakin nevroloqlar hələ də bütün bunları nəyin müəyyən etdiyini, beyin mexanizmini bu şəkildə nəyin hərəkətə gətirdiyini bilmirlər. İndi ilahi nizamdan və kainatdan bu mexanizmin necə işlədiyini, keçmiş həyat xatirələrimizi necə xatırladığımızı başa düşürük. Beləliklə, indi bunu daha aydın şəkildə izah edə bilirik. Biz bu mexanizmləri daha yaxşı başa düşərək, gələcəkdə daha çox məlumat əldə edə və bu biliklərdən istifadə edərək həyatımızı daha yaxşı idarə edə bilərik. Digər tərəfdən, keçmiş həyat xatirələrinin bilinçaltında saxlanıldığını və saxlanıldığını da öyrəndik. Bilinçaltının xarici təsirlərə qapalı bir sistem olduğunu və yalnız müəyyən şərtlər daxilində bunlara çata biləcəyini və indi bunun səbəbini başa düşdüyümüzü öyrəndik. Bütün keçmiş həyat xatirələrini və təcrübələrini xatırlaya bilsəydik, bir çox insanla münasibətlərimizin bəzilərinə son qoya bilməzdik. Həmişə dalaşdığınız qardaşın keçmişdə sizi öldürdüyünü bilmək, indiki münasibətinizə mane ola bilərdi. Buna görə də ilahi nizamın bəzi şərtləri var. Həmimizin bildiyimiz kimi, belə hallardan biri yuxulardır. Xüsusilə də təkrarlanan yuxularda biz həmişə eyni yerə gedirik və ya eyni hadisəni yuxuda yenidən yaşayırıq. Bəzən də bəzi yuxularımız çox təsirli olur, köhnə dövrlərin atmosferinə malikdir, amma harada və nə vaxt olduğunu dəqiq bilmədiyimiz yuxulardır. Bunlar keçmiş həyatlardan gələn yuxulardır. Bu şərtlərdən biri də keçmiş həyatlardır. İnsanlar bizə müraciət edərək deyirlər ki, həll edə bilmədiyim bir problemim var, bir inancım var və nə edəcəyimi bilmirəm, bu problemlə düzgün yaşaya bilmirəm və s. Belə ki, bir varlığın inkişafında 500-dən 700-ə qədər həyat varsa, bu hər bir həyatın lazım olan hər şeyin bitməsi ilə bitdiyini göstərmir. İlahi nizam və kainat bunu heç vaxt karma kimi deyil, səbəb və nəticə kimi qeyd edir. Biz artıq bilirik ki, şərq təlimlərində karma adlanan şey əkdiyini biçməklə eynidir. Bu mənada bilirik ki, biz keçmiş həyatımızdan qalan, həll olunmamış işləri, yarımçıq işləri həll etməyə və ya bitirməyə çalışırıq. Və bu, mütləq birbaşa əvvəlki həyat deyil. Baxın, əvvəllər qeyd etdiyimiz kimi, sistemdə xətti irəliləyişdən daha yaxşı bir şey yoxdur. Bəzən bir dövrün arxasında 10 və ya hətta 15 keçmiş həyatın və həmin həyatların ümumi və ya birləşdirilmiş xülasəsinin olduğunu görürük.
Beləliklə, müəyyən və məqsədyönlü şərtlər altında olan bir insan üçün bu keçmişləri xatırlamaq və onları həll etmək vaxtı gəldisə, o zaman həmin həyatlar haqqında məlumatların və biliklərin əlçatan olduğunu görürük. Beləliklə, mövcud dünya dövrümüz sona yaxınlaşdıqca, bu həll olunmamış və yarımçıq qalan məsələləri həll etmək daha təcili hala gəlir, çünki bunu öz işimizdə görürük. Biz həm də mənəvi bələdçilərdən kömək alırıq. Kainatdakı ilahi nizam bu varlıqları vəzifəli adlandırır. Onlar ən kiçik addımlarda belə aktivdilər. İlahi sistem və onu idarə edən təşkilat var. Bu sistemin hər vahidi vəzifəli varlıqdır. Vəzifə planında inkişaf izah olunur. Yəni, vəzifəli varlığa çevrilmənin mərhələləri var. Bütün bu mərhələləri ilahi nizamda tapırıq. İlahi Nizam və Kainat kitabında ölüm və ölüm sonrası baş verənlər, ölümün mərhələləri, təxəyyülün ölümdəki böyük rolu, təxəyyülün əhəmiyyəti və düşüncələrimizin, hisslərimizin, emosiyalarımızın maddi tərkibi haqqında çoxlu səhifələr var. Emosiyaların funksiyası və bəzi emosiyaların egoist, digərlərinin isə şəfqət və sevgi kimi altruistik olduğu vurğulanır. Kitabda deyilir ki, varlıq vicdanlıları daha çox seçdikcə, egoist və altruistik emosiyalar arasında seçim edərək irəliləyir. Kitabda maddənin irəliləməsi inkişaf, ruhların irəliləməsi isə təkamül adlandırılır. Bu fərqləndirmə olduqca vacibdir. Maddənin inkişafı və ruhların təkamülü. Maddə varlıqlardan təsir aldıqca inkişaf edir. Maddənin irəliləməsi inkişaf adlanır, ruhların irəliləməsi isə təkamül adlanır. Maddənin inkişafı və ruhların təkamülü arasındakı fərqləndirmə vacibdir. Maddə varlıqlardan təsir aldıqca inkişaf edir. Biz varlıqlar olaraq, ruhun təkamülü ilə və bir insan olaraq, varlığın qurulmasından başlayaraq, bütün maddə sistemində inkişafı və təkamülü ilə bu sistem boyunca bağlıyıq. 500-dən 700-ə qədər ömür yaşamaqla, varlığın əldə etdiyi bilik bütün bu ömürlərdən süzülərək gəlir. Kitab bu bilikləri mahiyyət bilik adlandırır və bu biliklər mövcud həyatımız ölümdən sonra bilinçaltına keçərkən şuur altında toplanır. Ölüm baş verəndə və beyin fəaliyyətini dayandıranda şuur və şuuraltı artıq işləmir. Sonra son həyatımızdan əldə etdiyimiz bilikləri şuur altındakı keçmiş həyat bilikləri ilə müqayisə edirik. Bir növ varlığımız özünə çəkilərək hesab aparır. Bu təcrid dövründə, yəni məkanda, düşüncələrimiz, hisslərimiz və inanclarımız böyük rol oynayır. İlahi nizam və kainat məkanının bir mühit və ya bir məkan olmadığını bildirir. Deməli, bura varlıqların ölümdən sonra getdiyi yer deyil. Bəli, varlığımızın enerjisi ölüm zamanı bu bədəni tərk edir. Lakin varlığımız hələ də maddə kainatında, hələ də hidrogen kosmosundadır. Buna baxmayaraq, bu sanki qiyamət günü üçün bir yerdir və orada qarışıqlıq var. Bu qarışıqlıq nədir? Bildiyimiz kimi, öləndə ölümümüzdən dərhal xəbərdar olmuruq. Hətta bəzən şuurumuzun bir hissəsi həmin həyatda bağlı qala və müvafiq təxəyyülləri davam etdirə bilər. Amma bu, varlığın bütövlüyünün bu olduğu anlamına gəlmir. Geridə qalan şey əslində onun enerjili bir parçasıdır. Beləliklə, ölümümüz zamanı inanclarımız, hisslərimiz, emosiyalarımız, düşüncələrimiz məkanda çox vacibdir. Çünki sistem artıq ölümdən sonra bağlanır. Və biz yalnız öz təxəyyülümüzün içindəyik, onunla birlikdəyik. Artıq müdafiə mexanizmlərimiz olmadığı üçün sistem bizi bu vicdan mühasibatlığını tamamlayana qədər onlarla birlikdə olmağa məcbur edir, həmin nöqtədən kənara çıxa bilənə qədər. İndi özümüzlə üzləşməliyik, nə etdiyimizlə və nə etmədiyimizlə məşğul olmalıyıq. Hər bir ömürdən sonra bu mühasibatlığı edirik. Bu kitabda biz həmçinin yuxuların funksiyası və mexanizmi haqqında oxuyuruq, bu yeni şuur modelini izah etdikdən sonra. Bəli, biz indiki həyatımızın düşüncə və inanclarının vacibliyindən bəhs etdik. Çünki məkanda təsəvvür etdiyimiz hər şeyi yaradırıq. Tutaq ki, etdiyiniz bir səhvə görə və ya bu və ya digər səbəbə görə cəzalandırılmalı olduğunuz inancına görə. Bu hadisə ilə bağlı inkişaf ehtiyaclarını, səbəblərini və təsirlərini dərk edənə qədər bunu təkrar yaşayırsınız.
İlahi nizam və kainata görə varlıq məkanda olduqda xarici təsirlərə tamamilə qapalı olur və yalnız bilinçaltından təsir alır. Sonra bu proses bitdikdən sonra o, digər varlıqlardan, bələdçilərindən və ya vəzifəli varlıqlardan təsir almağa başlaya bilər. Bu kitabda yuxuların mexanizmini, yuxuların növlərini, fiziki şəraitin təsir etdiyi yuxuları, vəzifəli varlıqların təsir etdiyi yuxuları daha aydın oxuyuruq. Mühasəbat uçotunu hatırlayırsınız, yatarkən gündelik işimiz var. Varlığımız vicdanla etdiklərimizi və ya etmədiklərimizi qeyd edən gündelik mühasəbat kitabı saxlayır. Lakin ölümdən sonra bu, ilin sonuna kadar mühasəbat uçotu aparmağa bənzəyir. Bu, şirketin aktivlərini maliyyələşdirməyə bənzəyir. İndi qarşılaşdığımız və müqayisə etdiyimiz hər şey keçmiş həyatlardan biliklərlə eynidir. Doğulmazdan əvvəl həyat planımız nə idi? Bu planın hansı hissələrində səhv etdiyimizi anlaya bildikmi? Bəli, bu kitab həyat planlarının necə qurulduğunu və hətta ölüm vaxtımızın səmimi səylərlə necə dəyişdirilə biləcəyini izah edir. Bəzi təcrübələrimizin bu müvəqqəti planlar daxilində necə təyin olunduğunu, digər tərəfdən tale ilə tale arasındakı fərqlər. Bütün bunlar ilahi nizam və kainatda ətraflı izah olunur. Yuxulardan başqa, kitabda mediumluğun mexanizmi və yuxunun əhəmiyyəti də izah edilir. Bu elə bir kitabdır ki, onu təkrar oxuduqda bəzi hissələr həmişə yeni görünür, sanki onları heç görməmişsiniz. Mən dəfələrlə oxumuşam. Kitabı yenidən açanda bəzən düşünürəm ki, bunu niyə əvvəllər görməmişdim? Mediatorluqdan bəhs edərkən, Cənab Bedri Ruhselmanın bu mənəvi seansları necə keçirməsi barədə bir neçə şey deyim. O, psixi ayrılıq metodundan istifadə etmişdir. Bu ayrılıq metodunda mediatorun şuuru hələ də aktivdir. Yəni, mediatorun şuuru seans zamanı baş verən və deyilən hər şeydən xəbərdardır. Ümumiyyətlə, Cənab Bedri Ruhselman bu cür metoddan mənəvi ünsiyyət üçün istifadə edirdi. Bu kitabda mediumun izahına görə fiziki mediumun telekinesislə hərəkət edən obyektlər kimi mexanizmi və bəzən mediumun şuur algısının necə qeyri-aktiv olduğu izah edilir. Daha sonra mediumun dedikləri bir kadr və ya mexanizm tərəfindən izlənir və yoxlanılır. İki tərəfli yoxlamadan sonra sistem sessiyalarda düzgün sözlərin deyildiyini təsdiqləyir. Bu kitabda yer alan biliklər, Cənab Bedri Ruhselmanın operator və ya nəzarətçi kimi fəaliyyət göstərdiyi dövrdə əldə edilmişdir. Yəni, sualları verən şəxs və sessiyanı idarə edən şəxs odur. Müəyyən mənada Cənab Ruhselmanın güclü maqnit sahəsi böyük əhəmiyyət daşıyırdı. Sanki ildırım keçiricisi bu biliyi tutub əsaslandırırdı. Mən belə düşünürəm ki, Cənab Ruhselmanın iştirakı ilə həmin vasitə dərhal sessiyaya daxil olurdu. Çünki o, bu sualları verə bilirdi, bu biliklər əldə edilirdi və yazıla bilirdi. Bəli, bu kitabda medianın rolu çox ətraflı izah olunur. Eyni zamanda daxil olan təsirlərin necə ötürüldüyü də geniş şəkildə izah olunur. Bildiyiniz kimi bu günlərdə oxuduğumuz bir çox kanalizasiya mövcuddur. Kitab həmçinin bu kanalizasiyaların bəziləri zamanı parazit məlumatların necə verilə biləcəyini də izah edir. İndi bu nə deməkdir? Bizim dövrümüzdə kanalizasiyaların sayı durmadan artır. Əvvəllər Ouija lövhə iclasları olurdu. Bu, yer üzündə mahiyyəti ilə birləşə bilməyən çoxlu varlıq olduğunu göstərir. Keçidi tamamlaya bilməyən varlıqlar. Kitabda bunlar obsessiya mexanizmi ilə izah olunub. Ayrı varlığın, canlı varlığın şuuruna necə hakim olması. Bu qarşılıqlı təsirlərin maqnit sahələrinin qarşılıqlı təsiri ilə necə baş verdiyi. Təsəvvür edin ki, bu bir qəbul edicidir və sizin mövcudluğunuz sizə siqnalları bir radio yayım stansiyasından aldığı kimi ötürmə qabiliyyətinə malikdir. Müəyyən bir tezlikdə köklənmisiniz və bu stansiyadan öz varlığınızın təsirləri gəlir və siz bu təsirləri mahnı kimi yayırsınız. Bəs musiqinizin mənbəyi haradadır? O, radiodan kənardadır. Bilirsiniz, radio və ya televiziyanın ixtirasından sonraki ilk günlərdə insanlar bu cihazların içərisində kiçik insanların danışıb oxumadığını düşünürdülər və onları görmək üçün açırdılar. İndi bilirik ki, belə bir cihaz həm qəbul edici, həm də yayıcıdır. Hətta bugün deyə bilərik ki, beynimiz modem kimidir.
Bu yayımı düzgün qəbul etdikdə, yalnız öz varlığımızın təsirlərini yayırıq. Amma əgər bunu bacarmırıqsa, deməli digər yayım stansiyaları var və onların siqnalları bizimkilərə mane ola bilər. Bu, mənə illər əvvəl cəmiyyətimizin radio kanalını hatırlatdı. Yaxın stansiyaların siqnalları bəzən daha güclü olurdu və yayımımıza müdaxilə edirdi. Bəzən bu parazit varlıqların siqnallarına müdaxilə edirik. Belə hallar baş verərsə, kitabda deyilir ki, bunlar boşuna deyil. Bunlar vəzifədə olan varlıqların idarə etdiyi öyrənmə təcrübələridir. Reqressiya işində biz bunları yapışma enerjisi adlandırırıq. Kitabda vəsvəsə texniki termindir. Əgər həmin varlıqlardan və ya yayımın radiomuzla birləşməsindən danışırıqsa, bu sahiblənmə adlanır. Beləliklə, sahiblənmə vəsvəsənin növbəti mərhələsidir. İndiyə qədər burada qeyd edə biləcəyim şey, bu kitabda tapa biləcəyiniz məzmunun çox qısa bir xülasəsidir. Yuxular, yuxu, zaman anlayışı, qloballıq, vəsvəsə və mediumluğun mexanizmi haqqında bəhs etdim. Bu hissədən sonra kitablar bəşəriyyətin daha geniş miqyasda haradan gəldiyini izah edir. Fərdi və icma şəklində yaşadığımız hadisələrin mənaları barədə danışılır. Bəşəriyyətin inkişaf mərhələləri haqqında məlumat verilir. Bəşəriyyətin miqrasiyaların və müharibələrin bəşəriyyətin inkişafı və təkamülündə necə mühüm rol oynadığını təcrübədən keçirməsi üçün. Kitabda bir məqam gəlir ki, bəşəriyyətin təkamülü və ruhun yaxınlaşmasının təkamülü hiss edilir. Çünki bu dünya məktəbi sona çatdıqca, bu mərhələdə 500-dən 700-ə qədər ömür boyu qazandığımız mahiyyət biliklərimizə çatırıq. Bu, çatdığımız xüsusi və əhəmiyyətli bir məqamdır. Bəşəriyyətin əvvəllər 7 və ya 9 dəfə düşündüyümüz başqa dövrləri də olub. Kitabda deyilir ki, bu cür dünya məktəbləri minlərlə dəfə tikilib və başa çatıb. Dünya yarandıqdan bəri bu dövrü sistemlər minlərlə dəfə tikilib və dağılıb və bizdən əvvəl başa çatan və təxminən 70-0 il davam edən dövr. Kitabda Mu sivilizasiyası haqqında ətraflı danışılır. Burada Atlantida deyil, Atlantik okeanının indiki yerini tutan geniş bir qitə təsvir olunur. Biz bunun haqqında Edgar Cayce'in oxunuşlarından məlumat almışdıq. Kitabdan da Mu sivilizasiyasının maddi inkişaf baxımından çox yüksək səviyyəyə necə çatdığı haqqında öyrənirik. Lakin bu yüksək texnologiyaya baxmayaraq, varlıqlar bir sıra sınaqlardan və çətinliklərdən keçməli idilər. Eyni zamanda, xərçəng hallarının artması ilə əlaqədar olaraq, xərçəng hadisələrinin sayı da artmışdı. Xərçənglə bağlı İlahi nizam və kainat deyir ki, bu, maddi ehtiyaclara cavab verməyəndə olur. Maddi təkamül ehtiyaclarını ödəməyəndə hüceyrə degenerasiyası başlayır. Bədəninizi siqnalları qəbul etməyən vəziyyətdə təsəvvür edin. O zaman varlıq bu vasitədən düzgün istifadə edə bilmir. Bədən reaksiya vermədiyi nöqtədə xərçəng xəstəliyi başlayır. Bütün bunların arxasında ilahi nizamın və kainatın duyğuların yalnız dünyanın ən axıcı maddi imkanlarının təzahürü olduğunu unutmayın. Deməli, bu maddə sistemidir. Kitabda hətta mənəvi hesab etdiyimiz bütün sistemlərin hə olduğu, əslində isə likvidliyi artan maddə funksiyası olduğu bildirilir. Deməli, hər şey hidrogen kosmosundakı maddədir. Ölümdən sonra varlığımızın geri çəkildiyi məkan da maddədir. Deməli, bu hidrogen sistemində bütün bu gediş-gəlişləri təkrar-təkrar davam etdiririk. Bəli, bəşəriyyət olaraq bu qədər irəliləmişik. Bəs hara gedəcəyik? İlahi nizam və kainat bunu dünya məktəbinin bağlanma mərhələləri haqqında ətraflı məlumat verərək izah edir. Xüsusilə kitabın son hissələri Günəş sistemimizdəndir. Yer kürəsindən 400 dəfə böyük olan Sojourner planeti orbitindən çıxıb və yaxınlaşır. Təsirləri aşkarlansa da, alimlərimiz üçün hələ görünməyən bir planetdir. Bu günlərdə astronomlar Günəş sistemimizdəki bu təsirləri hələ görünməyən nəhəng bir səma cismi ilə izah etməyə çalışırlar. Xarici alimlər, eləcə də ruslar tərəfindən
İngilis dilində yazılmış bir çox məqalə var. İlahi nizam və kainat qarşıdakı günləri 50 illik dövrlərə görə müəyyən hissələrə ayırır. Bu toplunun 1959-cu ildə tamamlandığını nəzərə alsaq, ilk 50 illik dövr 2000 ilə 2010-cu illərin əvvəllərində başa çatdı. İndi 2020-dir. Beləliklə, indi ikinci 50 illik dövrdəyik. Və bu ikinci 50 illik dövrdə yer kürəsindən 400 dəfə böyük olan bu qərib planet Günəş sisteminə yaxınlaşır. Maqnit sahəsinin təsiri səbəbindən həm Günəşin, həm də dünyamızın maqnit sahələri təsirlənəcək. Son təsirlər qütb sürüşməsi, oxun əyilməsi və sair olacaq. Günəşdəki hidrogen partlayışlarının belə maqnit sahələrimizə təsir etdiyini nəzərə alsaq, belə bir oxun əyilməsinin və dünyanın maqnit sahəsinə təsirlərini təsəvvür edə bilərsiniz. Təbii fəlakətlər, daşqınlar, zəlzələlər. Bütün bu proseslərin arxasında Günəş sistemimizə təsir edən bu qərib planetin maqnit sahəsi var və onlar artacaq. Qlobal istiləşmə 1958-də mövzu deyildi, amma illər əvvəl kitabda havanın, temperaturun və dəniz səviyyəsinin ölkələr üzrə necə artacağı, yağıntının necə artacağı və bəşəriyyətin bu prosesdən keçərkən bəzi xəstəliklərlə necə qarşılaşacağı sadalanırdı. Hal-hazırda təbii bir mexanizm kimi görünən görünməz bir virus bizi evlərimizdə qalmağa məcbur etdi və bəşəriyyətə dayan dedi. Bu prosesdə hamımız bir çox şeyin vərdişindən imtina etməyə məcbur olacağıq. Biz davamlı olaraq istehlak etdiyimiz maddi strukturlarla eyniləşdirilirik. Hal-hazırda hər şeyi sorğulamaq üçün məcburi bir geri çəkilmə dövründəyik. Mən hara gedirəm? Davamlı olaraq arxasınca qaçdığım və yapışdığım bütün şeylər həqiqətən də varlığımın ehtiyac duyduğu şeylərdir, yoxsa deyil? Bu, sonda başa düşəcəyimiz bir dövrdür. Hazırda nəyə sahib olmağınızdan asılı olmayaraq, hamımız bərabərik. Bu virus baş nazir, şahzadə və ya evsiz insan arasında heç bir fərq görmədi. Bu, bütün bəşəriyyətin müəyyən mənada sarsılmasına və bizi dərindən sarsıtmasına səbəb oldu. Bu sistemli sarsıntı ilə maddə ilə münasibətlərimizi yenidən təşkil etməyə məcburuq. Maddə daha ağıllı hala gəlir. Məsələn, süni intellektdəki son inkişafları götürək. Hal-hazırda çoxlu sui-qəsd nəzəriyyələri var. Deyək ki, bəşəriyyətin bu inkişafını planlaşdıran və idarə edən bəzi qruplar, bəzi qüvvələr mövcuddur. Amma onları yönləndirən, bəşəriyyəti bir dövrdən digərinə keçirən və insanların bütün maddi maraqlarını vasitə kimi istifadə edən daha böyük bir ilahi sistem mövcuddur. Bu ilahi nizam bunu mükəmməl şəkildə həyata keçirir. Kitabda deyildiyi kimi, varlıqlar egoizm yolu ilə inkişaf edir. Deməli, kimsə egoist tərəfdə də ola bilər. Deyirlər, qaranlıq və işığın mübarizəsi. Eyni şey modada olmuşdu, yadınızdadırmı? Bir tərəfdə işıq oğulları, digər tərəfdə qaranlıq oğulları, müharibələri və s. Ən böyük döyüş içimizdədir. Bu, daxili bölünməmizdən qaynaqlanır. Bir tərəfimiz egoizm yolunda, digər tərəfimiz vicdan yolunda irəliləyir. Hansını daha çox qidalandırdığımızdan asılı olaraq, həmin tərəfə doğru bəzi dəyişikliklər baş verir. Bir sistemdə belə bir dəyişiklik baş verdikdə, sistemlər onu tarazlaşdırmaq üçün aktivləşir. Beləliklə, indi sistemin tarazlığı bəşəriyyət tərəfindən pozulur. Beləliklə, o artıq tarazlığı bərpa etmək üçün aktivləşir. Təbiət tarazlaşır, təbiət öz prosesini yaşayır. Biz bu həqiqəti unuduruq. Biz bu dünyanın sahibi deyilik, biz sadəcə dünyanın qonağıyıq. Biz bu sistemdən yalnız varlığımızın inkişafı və ruhumuzun təkamülü üçün istifadə edirik. Yaxşı, qaydaq qəribə planetə. Günəş sistemimizə yaxınlaşdıqca təsirlər artır. Əvvəllər olanlar yenidən baş verəcək. Kitab bitdikdən sonra yeni semestr, yeni dövr başlayacağını deyir. Hamımız məzun olmaq üçün çalışırıq. Bəli, qeyd etdiyim kimi, kitabın ikinci hissəsi bu dövrün necə bitəcəyi ilə bağlıdır. Xərçəng xəstəlikləri haqqında düşünün. Müxtəlif ölkələrdə hava istiliyinin necə artacağı barədə düşünün. Bu dəyişikliklərə görə bəşəriyyətin məndən bizə keçmək üçün hansı sınaqlardan keçəcəyi barədə düşünün. İndi isə bu sınaqları məşq edirik. Mən düşünürəm ki, bu koronavirus pandemiyası bu baxımdan çox böyük əhəmiyyət daşıyır.
Bizim üçün yeni bir məkan açılıb, bəşəriyyətin nəfəs alması üçün bir məkan yaranıb. İndi bütün bu təlaş və narahatlıqlardan sonra biz gələcək üçün planlarımızı düşünmək və hərəkət etmək üçün bir fasilə ala bilərik. Həyat bizə daha minimalist yaşam təklif edir. Lazımsızları buraxmaq üçün. Bunu fiziki səviyyədə etmək yaxşıdır. Çəkməcələrinizi səliqəyə salın. Amma daha vacibi, bilinçaltı çəkməcələrinizi və şkaflarınızı açmağı unutmayın. Bu mövzuda sizə kömək üçün buradayıq. İlahi Nizam və Kainatın Nəşrinin 7-ci ildönümü münasibəti ilə hazırladığımız bu onlayn mühazirəyə qatıldığınız üçün təşəkkür edirik. Əziz dostlar, axşamınız xeyirli olsun.